Vay, bu ne da? Bugünkü seyahatimiz haradır? Dünya xəritəsində barmağımızı gətirək. Haradır? Haradır? Hansı ölkədir? Hansı ölkədir? Onun çıqqılar yuxarısında. Çıqqılar. Lan burana gedir. Yəni sürsün gedək də. Yox, bura şadlıq sarayı deyil, bura təhsil istirahət mərkəzidir. Axır ki, gəlib çatdıq müəyyən məsafədən sonra təhsil istirahət mərkəzinə. 4 gün burada qalacaq. Çox ilkin təəssürat normaldır. İndi vaxt keçdikcə daha ətraflı çəkib göstərəcəm sizə. Burada normalda neçədir şey? Məsəl üçün günlük, Tokasya belə deyə də standart. Bu gün neçədir? Adam 3 yemək daxil 85 min. Səliqəli. Yorulacaqsa. Bu yeməkxana da. Yoxsa həm diskotekadır, həm də ki çay içək. Axşamlar olur nəsə konsert? Hərdən olur. Hərdən? Yəni belə qoyurlar, mikrofon koyurlar. Buyurun, xoş gəldiniz. Çox sağ olun. Çox sağ olun. Burada. Bir otaqda bura. Bir otaqda 2 nəfərlik isə. Bəs axı mən dedim 2 otaq. Uşaq harda yatacaq? Otağımızı dəyişdik. Başqa bir korpusa gəldik. Sonra 2 nəfərli idi, biz də 3 nəfərik. Bizə gəldik evimizə. 2 otaqlı evdir. Korpusda yerləşir. 3 yataq buradadır. Bura hamam, sanitar qovşaqdır. Səliqəlidir qəşəng. Burada damaşkilərə qədər də var. Burada bir şkafdır. Burada paltarları qoymağa. Burada da 2 yataqdır. Televizor. Bu da açılır. Hovuza panorama. Belə bir yerdir təhsil istirahət mərkəzi. Koteclərdir. 2 dənə də korpus var. Bu da buranın korpusudur. Belə. Başlayırıq kef eləməyə. Beləcə kef eləməyə. Burada da bir xaladenlik var. Balaca xaladenlik var. Allah. Kefə başlayırıq. Nəyə başlayırıq? Kefə başlayırıq. Konkret qaydalar var. Səhər vaxtında dur. Oyan, yemək saatında mütləq gəl. Alkoqol içki olmaz, siqaret olmaz. Mərkəz daxili təmizlik, sanitariya, uşaqlara nəzarətsiz buraxmayın. Görsən Mustafa? Əlimə, uşaqlara nəzarətsiz buraxmaq olmaz. Mustafa. Getiriyor nahar yemeğiyle. Nahar yeməyi harda verirlər bəs Mustafa? Harda verirler? Bilmirəm. Orada verirler. Harda? Gidirik cəmaatın dalınca. Salovada verirler. Cəmaatın dalınca düşək gidik. Cəmaatın dalınca düşək gidik, görək hara gedir cəmaat. Bura kotec olan yerdir. Bir şey güllər var, hə Bahar? Həyətimizdəki güllərdən. Gör nə qəşəng əkiblər və svobodno qəşəng. Bunlar da var, bax. Neçədir otaq? 641. Olmalıdır. Gedirik ora, orada deyəcəklər də. Bura kafesidir. Çox adam var, hə? Niyə yoxdur? İkinci smenə gedəcək abidə. 8 nəfər bir adam. Hə? 800 nəfər adam var. 800 nəfər? 800. 800 nəfər. 800.
Bir də əsas gəlmir. Axşamlar mısın burada diskotek olur. Burada oynayarıq. Nətər oynayasın? Dedilər ikinci növbə gəlin yeməyə. Adam çoxdur. Saat neçə dedilər Mustafa? 25 dəqiqə sonra gedəcək. 2-nin yarısında gedəcək. Gözləyirik hal-hazırda Stalovasında, təhsil istirahət mərkəzinin Stalovasıdır bura. Axşamlar burada konsertlər olur, müğənnilər, partilər olur. Burada da bu hissədə də çaylar verirlər. Çay da pulsuz verilir sizə deyim. Heç şey yoxdur. Yoxdur, nahara gediblər işçilər. Gəlsinlər verəcəklər. Yaxşı, oğul, oldu. Çox sağ ol. Yok çay vermiyorlar. Vermirlər? Burada çay vermirlər. Vermiyorlar saat var. Saat saatla verirlər də. Saat 11 olmur. 15:30-da yaxınlaşarıq. Burada qəşəng ləbləbi ilə çay içərik. Yaxşı dedir. Yaxşı. Başka şey sormuştum. Yani namazı takmak. Hə. Namaz qılırsan? Yok babam orada duracak. Hə, inşallah qəbul eləsin. Bunun işığı deyə yoxdur. Belə, gözləyə gedəyim. Acım budur, qarnım belə Belə diyor. Bir de 5. şey oldu. Ya 5-ci gün olursa? 5-ci gün olur ancaq. Yok 5. gün yok. Dünenlerinde olmuş. Müqəddəs günü. Ben oğlana var, tanış olun da. Bu da Mustafa'dır bu oğlanın adı. Sənin adın nədir? Tuna. Tuna sən? Sami. Sən? Davat. Savat? İlk gündür buradasın, yoxsa neçə gündür? Siz kim? Hə, 22'sinden bu. buradasın. Xoş istirahətlər. Görüşərik. Hovuza çimirsiniz? Hə. İndi gəlirsən hovuzdan. Nə cırıq-cırıq olmuşsan? Akşam filmler geldi. Bayaqdan çəkirdin. Ha. Ha. Gel bir de sen yiyeceğini orada şahmat oynayaq. Bak şahmat var orada. Bak Orada şahmat da var, hə. biraz görünmür. Deyən də Mustafa, deyən mən vlog verirəm. Benim bunlar koyduğum bunlar abone değiller. Ben abone olsalar şey bu abone vardır. Burada ikinci səri. Mustafa Rəhimli İmparator YTV'ye abone olun. Göstərin, aç sərin. Burada da stalı var. Stalı lobe. Burada da şahmat. İdman zalı bax burdadır. Qapalı hovuz akt zalı. Bura növbəti bir korpusdur. Burada da bir göl var, süni göl. Burada da bir süni göl. Bağı bağatıdakı öz yerində, səliqəsiz yerində. Bu da şahmatdır. Şimdi geldik biz yemeğe o da yine koyuyorlar. Qarşıdır. Ha geldik. Yine çıkırıq. Biz ona göre geldik. Bayağı gelmiştik. O program 25'te işlemiş. Utanıram Allah qora girmə. 2 dəfə qovublar. Allah. Sizi de şillete. Sizdə də şillədir. Hamı yedi bizdən başqa. Bizi buraxmırlar yeməyə xanım. Hə. Hayır. Yox, bunların hamısı girir. Biz niyə buraxmırlar ki? Ola girən girir, bir dənə biz girəndə bizi çıxarırlar. Xeyirullah. Get dayıcı bundan sonra çıxan deyiləm Allah. Diyorlar Allah gidiyorlar. Dolmaları çox uzun. Dolma çox uzun. Yeməyimizi yedik. Yemək nətər idi? Mən xoşuma gəlmədi doğrusu. Kələm dolması verdilər, bir də sup verdilər, beçə supu, kartoşkadan. Supun dadı yoxdur. Və kələm dolmasında yarpağı, kələmi 3 litre eləyiblər. bişməmişdi elə bil. Nə bilim, çox zor idi. Bol olmağa bol idi, 3 sadəcə. metreydi. Uzunluğu Uzunluğu yekə bir şey idi, gördünüz. Amma yəni o değildi da. Kələmdə video çəkir. Götür sayı görsünlər ki,
Çay pulsuz verirlər ha burada. Pulsuzdur. Bir vaxtdır. Mən verdim də pulunu. Sən görmədin. Pulu mən verdim. Qəşəng pulsuz çay verirlər. Hal-hazırda həmin çaydan qurtulduq. Beləcə təhsil istirahət mərkəzində birinci günün sonuna gəldik dostlar. Şərait tam olaraq yaxşıdır, gözəldir, səliqə, sahman, infrastruktur ləzzətlidir. Hovuzu var. Bura çox vaxt putyovka ilə gəlirlər. Həmkarlar İttifaqının tərəfindən göndərişlə. Ona görə yəni bu videoya baxan şəxslər çox güman ki, putyovka təklif olunan sanatoriya mərkəzlərinin seçimini edən şəxslər olacaq. Onlardan xahiş edirəm abunə olmağı və like qoymağı, bəyənməyi unutmasınlar. Onlara da xoş istirahət arzulayıram. Həmkarlar təklif elədiyi bir çox yerlər var, yəni orta qiymət nəzərdə tutulursa, Nabran tərəflərdə. Xəzər istirahət zonasında da olmuşam, təhsil istirahət mərkəzində 2 dəfə də oluram. İkisini müqayisə elədikdə hərəsinin öz üstünlükləri var. Əsas üstünlük təhsil istirahət mərkəzində hovuzun olmasıdır. Bir də şəraitin nisbətən Xəzər istirahət zonasına baxdıqda daha lüksdür, daha komfortdur. Amma belə Xəzər istirahət zonası daha çox təbiət yerlərinə daha yaxındır. Düzdür, burada da meşənin içindədir, burada da ləzzətli meşə var gəzmək olar. Yeməklərə gəldikdə təhsil istirahət mərkəzinin yeməklərini heç bəyənmədim. Dadsızdır, duzsuzdur, tamsızdır, amma Xəzər istirahət zonası olduqca dadlı yeməklər verirlər. Şərait yenə deyirəm, səliqəlidir, sahmanlıdır. Və belə. Başqa nə? Başqa hər birinizə xoş istirahətlər və bəyənməyi və abunə olmağı xahiş edirəm ki, unutmayasınız. Qatıram, qatıram.